Təəssüflər olsun ki, Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürdü. Xəbərə keçməmişdən əvvəl burada müsbət işarəsi görürsünüz, üzərinə basaraq bizi izləməyi unutmayın. Bakıda ana yeni doğulmuş körpəsini öldürüb. Sorğu TV manşet azəsindən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə İvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Eyvazova tutulub. Meyitinin tapılması istiqamətində tədbirlər görülür. Araşdırmalar aparılır. Heyvanlar belə balasını qorumaq üçün özlərini sipər edir. Bu artıq əxlaqsızlığın pik nöqtəsidir. Belə vəhşilik olar. Bilirsiniz nə qədər ailə var ki, uşağı olsun deyə evlərini satır, banklara borclanıb müalicələrə xərcləyir ki, evindən körpə səsi gəlsin. Ailələr var ki, başqa uşağı övladlığa götürür ki, övlad kimi baxsın. Sən nə qədər vicdansız olasan ki, öz doğduğun övladını canına qıyasan. Axı öz istəyi ilə səni seçməmişdi, bu dünyanı seçməmişdi. Axı hələ dünyaya 3 gün idi gəlmişdi. Necə qıya bildin? Sən cəmiyyəti öldürdün, tək bir uşağı yox. Ey bizi yaradan, niyə gecə-gündüz sənə yalvarıb övlad istəyən ailələrin övlad vermirsən, amma belə qatillərə, fahişələrə, murdarlara övlad verirsən? O körpənin günahı bilirsiniz nə idi? 200-dən irağın bir neçə dəqiqəlik seks həyəcanının günahının qurbanı oldu. O doğulmamış günahsız körpə. Əziz izləyicilər, əziz Azərbaycan xalqı, belə ana deyə bilmirəm, qadın deyə bilmirəm, insan da deyə bilmirəm. Belə üzdən iraqları, belə qatilləri sizcə necə cəzalandırmaq lazımdır?